həmişə belə deyim də, mən tur operatorlarla gedirdim. Elə bir şey oldu ki, mən özüm seçməli oldum, getdim. Həmişə də öyrəşmişəm ki, nəsə bir şey olanda müraciət edirdim. Oradan tez bazar həll edirdilər də, danışırdılar, həll edirdilər. Otağı dəyişirlər, nə digər məsələlər. Bu səfər getdim, gəldim, gördüm məsələ otaq xoşuma gəlmədi. Dedim bunu dəyişin. Yaxşı dəyişərik. Okey. Getdim, müəyyən bir müddət yadlarından çıxdı. Mən artıq başlamışam şeyləməyə, ərazidə gəzirəm eləm. Görürəm ki, yox, nəsə şey eləmədilər. Sonra bir daha müraciət elədim ki, bu şeyi dəyişin də, mənə şey eləyin. Yəni ki, biz fərqi o vaxt hiss elədim ki, orada daha gec reaksiya verirdilər ona. Məsələn, orada tur operatorunda ani reaksiya gedirdi. Oradan deyirdilər, deyən kimi əl-ayağa düşürdülər, gördüm. Yaxşı, bu dəqiqə şey eləyərik, nəsə axtarırdılar, eləyər, siz istirahət eləyin, oturun şey eləyin, biz sizin çamadanları apararıq, eləyərik. Çünki belə deyək də, böyük kütlədə müştəri gedir, yəni tur operatoru üzərindən. İstər-istəməz tur operatorun hər bildirdiyi nüansa otel tam şəkildə obyektiv, operativ cavab verməyə çalışır və məsələnin yerində həll etməyə çalışır ki, yəni narazıçılıq olsa ortada istər-istəməz oradan gələn kütlənin qarşısı dayanacaq. Çünki belə deyək də, biz müştəri deməyək, biz qonaqlarımıza yanaşmada tam olaraq şəxsən biz autentikliyi qoyuruq ortalığa. Çünki özümüzü müştərinin yerinə qoymağı bacarırıq. Yəni belə deyək, tam olaraq autentik yanaşırıq, özümüzü müştərinin yerinə qoyuruq. Yəni mən düşünürəm ki, professional turizmçi bu cür olmalıdır. Yəni özünü müştərinin yerinə qoymağı bacarmalısan. Və müştərinin yerinə qoyursan özü və plus da ki, məsələn, otel müştərinin istəyin qarşılamadı, sən dedin, tutaq ki, siz indi yaxşı oteldə olmuşsunuz ki, obyektiv yanaşıblar. Elə otellər var, məsələn, olur ki, tur operatorda deyəndə baxırsan ki, yenə gəlib bir 3 dəfə cənfirasan söz deyəsən. İstər-istəməz o cür yanaşmanı gördük, avtomatik həmən otel düşür qara siyahıya. Düşür qara siyahıya. Çünki müştəri, qonağımız bizə müraciət eləyəndə biz yəni ən çox seçimi bizim etdiyimiz, çünki bizim professionallığımıza inanırlar, bizim professionallığımıza güvənirlər və bizim verdiyimiz seçimlər üzərindən seçirlər, təkliflər üzərindən, bizim verdiyimiz təkliflər üzərindən seçirlər. Və istər-istəməz biz də ki, hansısa bir qonağımızın əziyyət çəkdiyi, məsələn, lap istəyir keçəni də olsun, istəyir ondan qabaqcıl olsun, hansısa bir qonağımız əziyyət çəkdiyi oteli artıq başqa bir qonağımıza təklif edəmirik. İstirahət vaxtı bizə sığortalayırlar. Səyahət sığortası. Niyə sığortalayırlar? Yəni, belə, biz ödəyirik, prosta niyə lazım? Əslində orada ödənən məbləğ cüzidir. Yəni, belə deyək, çox vaxtı tur paketləri alınanda həmən tur paketinin içinə salınır, şirkət tərəfinə hədiyyə verilir ki, yəni çox xərci, böyük bir xərc deyil. Amma belə deyək, getdiyin ölkədə fərqli mühitə düşürsən. İndi Allah eləməmiş bir bədbəxt hadisə baş verir. Olur da, yəni təcrübədə də görürəm, məsələn, qonaq keçən dəfə nə vaxt idi, harca bir ay olar, bir qonağımız, məsələn, uşaq 14-15 yaşda oğlu var idi. Məsələn, akvaparkda sürüşəndə, sən demə, qarşıda da kimsə qalıb şeyin içində, o borunun içində. Məsələn, toqquşmuşdular, burnu sınmışdı. Yəni, bu halda belə deyək, fərqli ölkədəsən, fərqli buranın səhiyyə xərcləri, oranın səhiyyə xərcləri bir olmaya bilər. Yəni, elə ölkələr var ki, Azərbaycanla arasındakı fərqi bəlkə bir 15 dəfədir. Məsələn, o xərcləri minimallaşdırma, o xərcə düşməməkdən ötürü səyahət sığortanı almaq məsləhətdir. Çünki o sığorta bəlirli bir rəqəmdə, belə deyək, 15.000, 30.000, 20.000 evro məbləğində bu xərcləri qarşılayır. Əslində həmişə onu deyirlər, ödəyirəm. Bir dəfə necəsə olsa, prosta ödəmədim. Uşaqlarla gedirdik səyahətə, ödəmədim. Tərslikdən deyim ona, həmən vaxtı gəlir çıxır. Həmən problem nədə yarandı? Getdik uşaqlarla istirahətə, deməli, gəldik. Uşaqlar gəldi, baseyndə, bura çimir eləyirlər. Bir də gördüm ki, müəyyən 2 gündən sonra uşaqlarda nəsə şey yaranır.
qızdırma zad, qalxma zad, sonra ay qulağım ağrıyır, Az qulağa suda uşaqlarda ən çox olur. Qulağa suda olur. Hə, o istər-istəməz istirahət vaxtı da elədir ki, adam biraz rahatlaşırsan, tam valideyn olaraq tam fikir verməyə də bilirsən. O da 2-3 gündən sonra bir özəsən verir. Mən də onu mən uşaqlarla elə getməmişəm deyə bilmirdim də onu. Gəldi xəstə olaraq, sən demə belə yerlərə gedəndə ümumiyyətlə uşaqların burun, boğaz, qulaq məsələlərini ümumiyyətlə yoxlatdırmaq lazımdır. Yəni təmizlətdirmək lazımdır ki, ora gedəndə problem olmasın. Hə, yəni böyüklərdə o situasiya olmur, amma şeylərdə, uşaqlarda olur o. Hə, gəldik ora, orada getdik, təzədən adam axtarıb tapmışıq, eləmişik. Deməli, uşaqların hər birinə, hərəsinə 50 evrodan prosto baxdı ha, yəni dərmanları demirəm, dərmanlar ayrı şeydi, qiymətləri idi. Hə, hərəsinə 50 evrodan baxdı və 100 evro orada getdi boşum. Hə, gəldik, təzədən dərmanları tətbiq edəndə boşum uşaqlar indi axı o şeydən çıxmaq istəmir axı. Gəliblər istirahət eləməyə çıxmaq istəmirlər. Yəni demək istəyirəm ki, həyatımda bir dəfə oldu ki, ödəmədim, bəs dedim mən nəyə lazımdır? Həmin situasiyada məni tutdu o. Hə, şükür Allah elə də ciddi bir şey olmuyor. Yox, əlbəttə ki, ciddi bir şey deyildi. Amma yəni baxırsan ki, ciddi məsələlərdə xeyli kömək edir. Yəni məsləhətdir, almaq lazımdır.